Son illər günəş şüalarının dəriyə mənfi təsirləri ilə bağlı elmi araşdırmaların sayı artıb. Alimlər günəş xərçəngi kimi tanınan dəri xərçəngi növünün, xüsusilə ultrabənövşəyi şüalara uzun müddət məruz qalmaqda birbaşa əlaqəli olduğunu bildirir. Dünya Səhiyyə Təşkilatı 2023-cü il hesabatında qeyd olunur ki, dəri xərçənginə yoluxma hallarının 80%-dən çoxu günəşin zərərli ultrabənövşəyi şüalarına məruz qalma ilə bağlıdır. Harvard Tibb Məktəbinin dermatoloqları tərəfindən aparılan tədqiqatda sübut olunub ki, günəş altında çox vaxt keçirmək dəridə hüceyrə mutasiyalarına səbəb olur. Bu isə əsasən bazal hüceyrəli, yastı hüceyrəli və melanom tipli dəri xərçəngi riskini artırır. Xüsusilə açıq dərili insanlar və uşaqlar daha həssas qrup hesab olunur. Alimlərin tövsiyə etdiyi 3 əsas günəşdən qorunma üsulu var. Birincisi, günəş kremlərindən istifadə. İkincisi isə 11:00-dan 16:00-a qədər birbaşa günəşdən uzaq durmaqdır. Bundan əlavə üçüncü vacib şərt geyimləri doğru seçməkdir. Sidney Universitetinin araşdırmalarına əsasən uzun qollu, sıx toxunmuş parçalardan hazırlanan geyimlər və geniş kənarlı papaqlar ultrabənövşəyi şüaların dəriyə təsirini azaldır. Mütəxəssislər xəbərdarlıq edir ki, günəşdən düzgün qorunmaq təkcə estetik deyil, eyni zamanda həyati əhəmiyyət daşıyan sağlamlıq məsələsidir.